sabaha, güneşli bahara çıxırıq daha. Deyirəm çox şükür böyük Allaha. Güldən çayan körmək aləmi gəlib. Yurdumuza Novruz bayramı gəlib. Qoy kədər qıraqdan baxıb üzülsün. Billur fincanlara şərbət süzülsün. Süfrəyə neymətlər zövqlə düzülsün. Doyunca şadlanmaq məqamı gəlib. Yurdumuza Novruz bayramı gəlib. Bu bahar təravətli tədbirimizdə hamınızı salamlayır. Sizlərə səmimi qəlbdən xoş gəlmisiniz deyirik. İlk öncə təbrik üçün sözü məktəbimizin direktoru, hamımızın sevimlisi, mənəvi anamız Solmaz müəlliməyə verək. Əziz müəllimlər, əziz şagirdlər, bugün Novruz tədbirinə toplaşmışıq. Əvvəla sizi bu tədbir münasibəti ilə, bu bayram münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, sağlam ömür, tədrisdə müvəffəqiyyətlər arzulayıram. Novruz bayramı bizim qədim bayramlarımızdan sayılır. Tarixən insanlar sevə-sevə keçirdikləri bu bayramı gizlində, qorxa-qorxa keçirdiblər. Lakin indi aşağılıqdır, demokratik, suveren bir dövlətik. Bizə hər şərait yaradılıb, hər azadlığımız var. Odur ki, bu bayramlar milli, mənəvi dəyərlərimiz qorunur, saxlanılır və biz bu bayramı hər il keçirdirik. Novruzun gəlişi təbiətin oyanışı deməkdir. Ağaçların, otların yaşıllaşması, güllərin açması eyni zamanda ruhumuzun təzələnməsidir. Həqiqətən yazın gəlişi insanların bir canlanması, insanların sevinməsi sanki bir işlərimizdə bir dönüşün yaranmasına səbəb olur. Bu bayram milli bayramdır, bu ənənəvi bir bayramdır, kökümüzə dayanmış bir bayramdır. Sizi ailənizlə birlikdə, sevdiklərinizlə birlikdə, əzizlərinizlə birlikdə bu bayram münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, bayram günlərini çox gözəl istirahət edəsiniz, günlərində istirahət edəsiniz, dərslərinizi yaxşı oxuyasınız. Sağ olun uşaqlar. Ümumilikdə Türk, hə belə digər şərq xalqları hər il yeni il Novruz adlanan bayramı təntənə ilə qeyd edir. Onu özlərinin milli bayramları sayır. Bu bayram bizim yox, qədim dövrlərdən gələn adət-ənənələrimizin canlı nümunəsidir. Öz qədimliyinə görə onu heç bir bayramla adət-ənənə ilə müqayisə etmək olmaz. Milli adət-ənənələrimizi özündə birləşdirən gözəl bir rəqs, Uzundərə rəqsini izləyək.
Novruz yeni il bayramıdır. Alimlərin növbəti fikirləri bu həqiqəti də təsdiq edir. Yeni il bayramı Mart ayının 1-i ilə 11 arasında yaz yağışları zamanı keçirilirdi. O vaxt bütün təbiət oyanır, qışın qurtarmasından sonra isə canlanma, yeni həyat başlayır. Ulularımız yeni il, təzə il anlayışında kainatın dövr etməsini, hərəkətini və bu dövr etməni də dəqiq hesablayıb nəzərə alıblar. Novruza təzə ilə keçid günü gecə ilə gündüz bərabərləşib. Yəni təzə ildən uzana gələn günlər dekabrdan qısalmağa başlayır və martın 21-də bərabər olur. İl yenidən təzələnir. Növbəti maraqlı bir rəqs qarşılayaq. L'âme en peine, il vit mais par la peine. Il attend devant cette photo d'antan. Il n'est pas fou, il y croit c'est tout. Il la voit partout, il attend debout. Une rose à la main, à part elle il n'attend rien. Rien autour n'a de sens et l'air est lourd. Le regard absent, il est seul et lui parle. Souvent il n'est pas fou, il aime c'est tout. Il la voit partout, il attend debout, debout, une rose à la main, non, non plus rien ne le retient. Dans sa love story, dans sa love story, dans sa love story, sa love story. Prends ma main, promets-moi que tout ira bien. Serre-moi fort, près de toi je rêve encore. Oui, oui je veux rester, mais je ne sais plus aimer. J'ai été trop bête. Je t'en prie arrête, arrête comme je regrette. Non, je ne voulais pas tout ça. Je serai riche et je t'offrirai tout mon or. Et si tu t'en fiches, je t'attendrai sur le port. Et si tu m'ignores, je t'offrirai mon dernier souffle de vie. Dans ma love story, dans ma love story, dans ma love story, ma love story. Peut illuminer la nuit. Su çərşənbəsi. Bu çərşənbəyə Əzəl çərşənbə, Sular Novruzu da deyilir. Su çərşənbəsində su mənbələri təzələnir. Axlar qaydaya salınır. Su hövzələrində abadlıq işləri görülür. Su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, bayatlar, əfsanələr və rəvayətlər var. Məsələn, inancda deyilir, lalahan sudan keçməzlər. Su ehsandır, su təmizlikdir. Ot çərşənbəsi. İlaxır çərşənbələrin ikincisi ot çərşənbəsidir. Ot çərşənbəsi qədimdə xalqımızın günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə bağlıdır. Ot çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı da bir çox xalq deyimləri, inanclar, atalar sözləri, antlar, alqışlar, qarğışlar və tapmacalar bu günə qədər yaşamaqdadır. Atalar sözləri, od imandandır. Odla oynayan odsuz qalar. Odu söyən qara günə qalar. Antlar,
od haqqı, gün haqqı və alqışlar. Oduna nur çilənsin, ocağın qaralmasın. Qarğışlar, günər sənə qənim olsun, od ocağa həsrət qalasan. Novruz bayramını onun simvolu olan kösə və keçərsiz təsəvvür etmək olmaz. Gəlin ildə bir dəfə gələn o gülməli qonaqlarımızı səhnəyə dəvət edək. Gelsene, gelip salam versene. Çömçəni doldursana. Kösanı yok. Sakalı it kuyruğu. Uzan bir oyun eyle. Uzunu koyun eyle. Yığar bayram konçasını. Keçənin toyun eyle. Mermer horuzun dört yanında. Bülbüller olur şah kulağında. Ne istesen yukarıdan alla. Bak dükkanın yanına salla. Bak dükkanı tamam çırar bak. Nağara çağır, kəsərəm qurban. Yoruldum sevgilim yol gözlemekten, yolları gözüme düze bilmirem. Yoruldum sevgilim yol gözlemekten, yolları gözüme düze bilmirem. Yolları gözüme düze bilmirem. Yoruldum ardasam tez gel demekten, ben bu ayrılığa düze bilmirem. Yoruldum ardasam tez gel demekten, ben bu ayrılığa düze bilmirem. Düze bilmirem, düze bilmirem. Ben bu ayrılığa düze bilmirem. Düze bilmirem, düze bilmirem. Ben bu ayrılığa... Ay keçən, hardasan? Keçən görməzsiniz. Ay keçən görməzsiniz. Ay niye orada yalnız salın beni? Ne olsa ay keçən. Təkəmi tək olmuşam ay Kosa. Ne barədə tək olmuşam? Ay keçən. Ay Kosa. Evlənməyə adam yoxdur.
Hadi. Hatta da kalsa nənəm məni evdən çıxartacaq. Hadi. Bu qədər. Qızlardan çox qız. Hansı ürək? Hadi. Bu qədər qızdan çox qız. Ürəyin hansını istedi, alım sənə. Həqiqi. Valla. Hamısı. Hamısı yox, birin. Ayıbdır. Seçimdən də. Seç. Ürəyin hansını seç gəlməlidir. Dəqiq alasın. Ben kucağıma tuttum azıcık diye gel. Nasıl böyle oldu? Gözüldü. Bu neydi aşkım? Güzel o. Güzel. Aşkım. Yok, dayanmış. Ay kız. Mən ərə gələrsən. Yox. Niyə? Çünki sən keçərsən. Nə olacaq keçər? Yox. Ay, mən deyəcəkdən gedərsən. Ay, yalan deyir, yalan deyir. Baş. Yalan deyir. Get. Ürəyin hansısı seç. Ne olacak? Tapdım. Kimi? Niye orada duran kız var Git de git ürəyə boşa. Niyə gözlüsən? Gel. Həqiqi. Hə, gel. Qorxma, arxan deyil. Nə üzük? Ay, üzüm. Saxla bunu. Ağız mən ərə gələrsən. Gəldi. Ay, geldi, sen öl geldi. Gel. Çönlüğümden vallattım da beni. Ala. Gel. Ben ne oradan mahnı? 40 gün 40 gece şenli eləyəcəyik. Çarşambası. Yer çarşambası günündə isə əsasən isti küləklər yazın gəlməsindən xəbər verir. Şənliklərdə icra olunan Yel Baba mərasimi öz kökü etibarı ilə qədim əcdadlarımızın Yel tanrısına etiqatı ilə bağlıdır. İnanclara görə Yel çarşambəsi gecəsi söyüd ağacının altına gəlib, Yel Babanı çağırır, əgər söyüdün budaqları yerə toxunsa, diləyin yerinə yetər. Yurdumuza tez gəl bahar. İndi də bahar qızımızı səhnəyə dəvət edək.
Bahar gələndə məndə bitirəm göy çəməndə. Bahar gələndə məndə bitirəm göy çəməndə. Mən baharın Noruz gelip yaz gelip bir elinde saz gelip bir elinde komçası açıp gülün gönçesi bülbüle avaz gelip Noruz gelip yaz gelip bülbüle avaz gelip Noruz gelip yaz gelip Oturmalı bir gören yumurtalar rengarenk. Her biri can dermanı ve doldurar torbanı. Her biri can dermanı ve doldurar torbanı. Seller ahırşır haşır, çöller olup yamyaşıl. Ot bitir yemlik bitir, keçer başa tük bitir. Ot bitir yemlik bitir, keçer başa tük bitir. Məcliz quraq oynasın, Türkdə quraq oynasın. Əl çalaq alqışlayaq, bu məclisi başlayaq. Əl çalaq alqışlayaq, bu məclisi başlayaq. Bülbüle avaz gelip, Noruz gelip, yaz gelip. Bülbüle avaz gelip, Noruz gelip, yaz gelip. Novruz ərəfəsində sonuncu çərşənbədə yer oynayır. Torpaq nəfəs alır. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri gündə su, ot, yel və torpaq qatını yeraltı məbədinə qonaq gəlir və yatmış torpağı oyadırlar. Onlar əl-ələ verib, zəmzəm gəldi, atəş gəldi, yel gəldi deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Torpaqla bağlı atalar sözləri. Torpağa əyilən namərdə əyilməz. Torpağa xor baxsan, o sənə kör baxar. Torpaq müqəddəsdir. Torpaqda itki olmaz. Kötüksüz bitki olmaz. Baharın gəlişini bizə xəbər verən çiçək hansıdır? İndi də qarşılayaq 6-cı sinif şagirdi Fidan Mahmudovanın ifasında Bənövşə rəqsi. Bənövşə
qardaşlar, bayramımız mübarək. Mənə yaxın sevdaşlar, bayramımız mübarək. Mənə gəlir, ya gəlir, gülər düşür xonçası, açıb güllər xonçası. Noruz gəlir, ya gəlir, gülər düşür xonçası, açıb güllər xonçası. Ay sağ ol, ay sağ ol. Yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Tabiat elinde xonçalar gelir, Novruz bayramınız mübarek olsun. Tabiat elinde xonçalar gelir, aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramımız mübarek olsun. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana, Novruz bayramımız mübarək olsun. Novruz xoş gəlibdir Azərbaycana, əziz bayramımız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarək olsun. Mübarək olsun, mübarək olsun, Novruz bayramınız mübarek olsun. Bayramlar güzeli Novruz bayramı, elimin obamın aziz bayramı. Bayramlar güzeli Novruz bayramı, elimin obamın aziz bayramı. Qoy desin ürəkdən, qoy desin hamı, aziz bayramımız mübarek olsun. Qoy desin ürəkdən, qoy desin hamı, Novruz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramımız mübarek olsun. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana, Novruz bayramınız mübarek olsun. Novruz xoş gəlibdir Azərbaycana, aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramımız mübarek olsun. Ne oldu Ayçiçek? Yine ağlıyor bu. Ha, ne oldu? Ay kötü, ay kötü. Hadi ha. Ha, Ne oldu? Ay kötü. Ayşosa. Ha. Görmez olaydın bu günleri Ne oldu Ayşosa. ay keçə? Ayşosa sen bir Dərbəndə pırnıq vurdu. Ne Ayşosa? Ha, vuracağım. Ayşosa, hemen o pırnıqla ne qardın sen? Yaxşı pul tutmuşam. O pulla ne qardın bəs sen? Armada aldım.
Almaz oluydun, ay Kosa, arvad öldü. Ay Kosa, ne olsa, ay Kosa. Ay Kosa, ne olsa. Ay Kosa. Ay Kosa. Ay Kosa. Ay Kosa. Kosa mənə soldu, ay Kosa. Kosam lay lay, ay lay. Ay Kosam lay lay. Kosa uyan, ay Kosa. Kosa uyanmış. Ay Kosa, ne oldu bana? Ha vallahi bu nuraya atmadı. Ay lay lay, ay Kosa. Ay Kosa. Ne oldu benim Kosama? Kosa! Ay Kosa! Sana dememiştim çaya al. Geldim. Ak Kosa ölmemişti, ak Kosa. Ne oldu? Bahar gelir, yaz gelir, anam Azərbaycana. Səmənilər hər evdə düzülübdü yan yana. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun. Bu bayram gecəsində hər arzumuz şin olsun. Gəlin dostlar, gəlin yandır axşamı. Dövrə vuraq, şənlik eyləsin hamı. Çox yaraşır yurdumuza, elimizə bahar bayramı. Gəlin dostlar, gəlin yandır axşamı. Dövrə vuraq, şənlik eyləsin hamı. Çox yaraşır yurdumuza, elimizə bahar bayramı. Hər tərəf əlvan geyir, naz eyləyir gül-gülə. Sevənlər, sevilənlər seyrə çıxır əl-ələ. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun. Bu bayram gecəsində hər arzumuz şin olsun. Gəlin dostlar, gəlin yandır axşamı. Dövrə vuraq, şənlik eyləsin hamı. Çox yaraşır yurdumuza, elimizə bahar bayramı. Gəlin dostlar, gəlin yandır axşamı. Dövrə vuraq, şənlik eyləsin hamı. Çox yaraşır yurdumuza, elimizə bahar bayramı. Deyib gülüb şəllənək, aləm sevinclə dolsun. Bu bayram gecəsində hər arzumuz şin olsun. Gəlin dostlar, gəlin yandır axşamı. Dövrə vuraq, şənlik eyləsin hamı. Çox yaraşır yurdumuza, elimizə bahar bayramı. Gəlin dostlar, gəlin yandır axşamı. Dövrə vuraq, şənlik eyləsin Bayram süfrəsi. Bayram günündə qadınlar dadlı, ləzzətli şirniyyatlar bişirir, yumurta boyarlar. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, şirniyyatlar, əsasən aş, paxlava, şəkərbura, şorqoğal, badambura və sair şirniyyatlar bişirilir. Bayram axşamı süfrəyə inab, püstə, badam, qoz, fındıq və müxtəlif meyvələrin qurusu qoyulur. Bayram süfrəsində xonçanın olması da vacibdir. Je n'en sais pas.
Bax mən nə eləmişəm? Ömrüme bezeysiniz ey sinif yoldaşlarım, gülsünüz şişeysiniz ey sinif yoldaşlarım. Ömrüme bezeysiniz ey sinif yoldaşlarım, gülsünüz şişeysiniz ey sinif yoldaşlarım. Benim can sirdaşlarım ey sinif yoldaşlarım, hem bacım kardeşlerim ey sinif yoldaşlarım. Benim can sirdaşlarım ey sinif yoldaşlarım, hem bacım kardeşlerim ey sinif yoldaşlarım. Çiçekli baharsınız, bir uca vüqarsınız, ne yaxşı ki varsınız,
baharsınız, bir ucav qarsınız. Nə yaxşı ki varsınız, ey sinif yoldaşlarım. Mənim can sirdaşlarım, ey sinif yoldaşlarım. Həm bacım qardaşlarım, ey sinif yoldaşlarım. Mənim can sirdaşlarım, ey sinif yoldaşlarım. Həm bacım qardaşlarım, ey sinif yoldaşlarım. Yadındadır o günlər, oyanıb səhər-səhər məktəbə yollanırdı, əldə qələmlə dəftər. Yadındadır o günlər, oyanıb səhər-səhər məktəbə yollanırdı, əldə qələmlə dəftər. Mənim can sirdaşlarım, ey sinif yoldaşlarım. Həm bacım qardaşlarım, ey sinif yoldaşlarım. Mənim can sirdaşlarım, ey sinif yoldaşlarım. Həm bacım qardaşlarım, ey sinif yoldaşlarım. Çiçəkli baharsınız, bir ucav qarsınız. Nə yaxşı ki varsınız, ey sinif yoldaşlarım. Çiçəkli baharsınız, bir ucav qarsınız. Nə yaxşı ki varsınız, ey sinif yoldaşlarım. Mənim can sirdaşlarım, ey sinif yoldaşlarım. Həm bacım qardaşlarım, ey sinif yoldaşlarım. Mənim can sirdaşlarım, ey sinif yoldaşlarım. Həm bacım qardaşlarım, ey sinif yoldaşlarım. Çiçəkli baharsınız, bir ucav qarsınız.